Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mən 2025-ci il Biologiya Təzə Time test toplusundan 3-cü sınağın 34-cü sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, iki heterozigot sarı hamar noxudların çarpazlaşmasından alınan yaşıl noxudların neçə faizi hamar toxumdur? Əvvəlcə yazırıq, iki heterozigotdan alınan fərqlər hansıdır? Yəni fenotipcə hansıdır? Bilirik ki, 16-da 9-u sarı hamardır. 16'dan 3'ü sarı qırışlıdır. 16'dan 3'ü yaşıl hamardır. 16'da biri isə yaşıl qırışdır. Demək, bizdən istəyir ki, yaşıl toxumların, diqqət eləsək görərik ki, burada 3 dənə yaşıl hamar var, sadəcə olaraq rəng. Burada da yaşıl qırışıq var, amma hər ikisi, yəni 3 də, 1 də yaşıldır. 4 dənə yaşıl olduğu zaman demək, bizdən soruşur ki, neçə faizi? Aha, 4'ü 100%dirsə, hamar olan sadəcə olaraq 3'dür, budur. 3 dənəsi yaşıl hamardır, onda yazırıq. 4'ü 100%dirsə, 3'ü də x-dir. X da bərabərdir 300 bölək 4, o da olur 75. Yəni, doğru cavabımız olur C variantı.